Bu yaxınlarda eşitdim ki, Gəncə şəhərində şəhid qardaşım Paşayev Vaqifin adına küçə var. 24 may tarixində Gəncənin ikinci adlanan hissəsində küçəni 3 saat ərzində axtardım, amma küçəni tapa bilmədim. Küçə adını bildirən bir lövhə görmədim. Navigator sistemindən istifadə edərək Vaqif Paşayev küçəsini tapmağa cəhd elədim. Navigator küçənin olduğunu göstərir, amma orada yaşayan insanlar bu küçəni başqa adla adlandırırlar. Şəhid qardaşımın adı olan, özü tapılmayan küçəsi bir şəhidə istiqamətlənən böyük bir hörmətsizlikdir. Şəhid Paşayev Vaqif Əbülfət oğlu 1960-cı il 29 aprel tarixində Gəncədə dünyaya gəlmiş və Gəncə şəhərindəki 34 saylı tam orta məktəbdə təhsil almışdır. 1-ci Qarabağ müharibəsində 4 və daha çox uşağı olanları ön cəbhəyə göndərmirdilər. Lakin Vaqif öz xahişi ilə ərizə verərək ön cəbhədə vuruşmaq istədiyini bildirir. Vaqifin elə kiçik yaşlarından hərbiyə həvəsi olubdur. Onun ürəyində çox böyük vətən sevgisi var idi. Şəhidlik zirvəsinə yalnız və yalnız Allah tərəfindən seçilmişlər ucala bilir. Paşayev Vaqif Əbülfət oğlu da belə seçilmişlərdən oldu.